Davam edirik, əziz tələbələr. Demək, mən onun ilə deyəcəkdim. Baxıram ki, onun sözü, yəni onun şəxsi vəzir ingiliscə hisdir. Çünki yiyəlik haldır, istər-istəməz. Amma burada diqqətli olun. Baxın, Azərbaycan dili sizi aldatmasın. Adı üstündə yiyəlik hal. Sən yiyəlik halı nə üçün istifadə edirsən? Nəyəsə yiyələnmək üçün. Sən necə şəkilçiyə yiyələnə bilərsən? Okey, Azərbaycanca işləyə bilərik, amma ingiliscə işləyə bilmərik. İngiliscə hansını işləyəcəyik, nə işləyəcəyik? Deyəcəksin ki, bunu eləcə orijinal olan mən, sən, xeyr. Ancaq bunları işləyəcəksin. Kimə, kimin sualının cavabı? Mənə, məni, sənə, səni, ona, ona, bizə, bizə. Bunlardan istifadə olunacaq. Yəni, o zaman onun ilə dedikdə mən yenə onunu öndə, iləni öndə gətirəcəm, with və with-i öndə gətirdim, əlini nəyə əvəz eləyəcəm? Kişi cinsində onu, ona sözü ilə, with him. Bu şəkildə ifadə eləyəcəyik. Əlisiz without him, əli haqqında about him. Yəni, əli haqqında deyəndə əvəz edir, şəxs kullanırsınızsa, orada şəxsdən istifadə edirsinizsə, məsəl üçün, mənimlə dedik və mənim sözündən istifadə edəcəyik. Salam, bir dəqiqə. Aha, demək, videosu toplamışdı. Özür istəyirəm, əgər yarıda qaldısa. Mənim ilə dedikdə with my istifadə etməyəcəyik, with me şəklində ifadə eləyəcəyik. Əgər qadın cinsində onun ilə deyirsinizsə, bu zaman hördən istifadə eləyəcəyik. Yəni, onun höründən yox. Düzdür, bunlar ikisi bir-birinə bənzəyir. Yəni, bu niyyətlə istifadə eləyəcəyik. Bu aşağıdakı hör niyyəti ilə with her. Onlar ilə desək, with them şəklində ifadə olunacaq. Bu əzbərlənməlidir. Əzbərlənməyi bir kənara qoyun. Anladım, məsəl üçün, siz bunu anlaya bilərsiniz, başa düşə bilərsiniz, amma vərdiş halına gətirmək var. Vərdiş halına gətirmək üçün siz evdə oturursunuz, qarşınıza açırsınız yazdıqlarınızı və yavaş-yavaş bunu praktik edirsiniz. Özünüz üçün məndən, from me, mənim haqqımda, about me, bu şəkildə dilinizi öyrəşdirməyiniz lazımdır. Ki, insan özü ilə məşğul olmasa, müəllim ona heç bir şey eləyə bilməz. Həm də bu çox zövq verici bir şeydir ki, öz ağlınıza gələni, mən dediyim yox, sırf istədiyiniz bir şeyi ingiliscə çevirmək, bu çox gözəl bir şeydir. Evdə oturub bu şəkildə cümlələr qura bilərsiniz. İlə gəlin buna aid cümlələr quraq. Məsələn, deyirəm ki, sən həmişə mənimləsən. Belə olduqda sən sözündən istifadə edirik. Bəzi tələbələr burada deyir ki, hə, burada ilk başlayanda deyir, yox, sənə səni. Ay bala, bura dəyməyin. Sizin bura nə işiniz yoxdur. Sən səndir, olduğu yerdə qalır. Sonra olmağını artır. Mən niyə, durduğum yerdə mən niyə sən sözünü sənə, səni olaraq yazmalıyam ki? Normal şəkildə sən olmaq, baxın, ilənin aid olduğu şəxslə əvəzləyib. Bu türkan ilə olub vaxtında. Sonra türkanı mənimlə əvəz eləmişəm. İlənin aid olduğu şəxsdən söhbət gedir. With me, you are with me. Amma həmişə sözündə artırırıq. Sən olmaq həmişə mənimlə. You are always with me. Məsəl üçün, gəlin deyək ki, kişi cinsində o atası ilə xaricdədir. Biz bilirik ki, xaricdə sözünə dadə şəkildə artırmaq lazım deyil. Bunu dəftərinizin bir kənarına qeyd edin, ümumiyyətlə. Xaricdə abroad sözü, here, burada sözü, there, orada sözü, bundan başqa inside, içərisində, içində, outside, çöldə, çölündə kimi sözlər, həmçinin upstairs və downstairs kimi sözlərdə dadə şəklindən və ya aya şəkilçisindən istifadə olunur. Yəni, şəkilçi, məsəl üçün, məktəb, məktəbə, doğru şəkilçisi, istiqamət bildirən şəkilçisi də aya, ev, evə, klinika, ya. Bu, aya istiqamət bildirən şəkilçidir ki, bu ingilis dilində to'dur. Bir də dadə, dadəndə versi inonət. Yəni, bunlar şəkilçilərdir və sırf xaric, xaricə, abroad, xaric, xaricə deməkdir. Burada istifadə olmağa ehtiyac yoxdur, çünki özünü ehtiva edir. Here, bura, buraya, burada. There, ora, orada, oraya. Inside, içəri, içəridə, içəriyə.
outside, çöldə çölə, upstairs, yuxarıda yuxarıya, downstairs, aşağıya, aşağıda şəklində ifadə olunacaq. O atası ilə xaricdən deyəndə yeni ingiliscə yazmışam. Gəl deyək, o olmaq, harda olmaq. Baxın, atası ilə olmağını demirəm, xaricdə olmağını deyirəm. O olmaq atası ilə dir. Diri atası ilə artırmamışam. Xaricdədir, xaricdə olmağından danışmışam. He's abroad. Atası ilə deyəndə with kimin atası? Onun atası. With his father şəklində ifadə edirəm. Rahat. With sözü aid oldu onun atasına. Amma biz bunu fərqli cürdə qura bilərdik. Deyərdik ki, o atası ilədir xaricdə. O olmaq, atası ilə sözünü artıracam. With his father, with sözünü onun atasına artırandan sonra he is with his father, o atası ilədir. Xaricdə sözünü sonraya artıra bilərəm. Biz buradan görürük ki, am is hara artırsaq, o onun olmağını bildirəcək. Am is hara artırsaq, baxın, isdən sonra abroad qoyduq, dedik, o oldu xaricdə. Isdən sonra with his father qoyduq, o oldu atası ilə. Bax, bunu bu şəkildə başa düşməyiniz çox vacibdir. Daha sonra, məsələn, deyirəm ki, bu məsələ mənim haqqımdadır. Bu, bilirsiniz ki, işarə əvəzliyi kimi, işarə etmək, ox kimi siz səhvdən istifadə olunur. Bu, məsələ, issue olmaq mənim haqqımda, about me şəklində ifadə olunacaq. Şəkilçilər də bildiksə, növbəti videomuz sifətin dərəcələri haqqında və cerund haqqında olacaq.